Bu məzarlıq da onların əsəridir. Artıq dırnaqarası Böyük Ermənistan quranlar Azərbaycanın 20% torpağını işğal ediblər. Məni yandıran odur ki, həmin ildə elə Əlizadəni misal gətirirəm ki, onun kitabxanasının sayında olan kitablar qədər dəyərli əsərlər yox idi. Erməni məhv elədi, yandırdı. Bu da bir daha onu sübut edir ki, bu planlı sürətdə həyata keçirilən bir siyasi aksiya idi. Bundan istifadə edən daşnaqlar isə məsciddəkilərin gözləri qarşısında onları güllələyir və məscidin qapısını bağlayaraq ona od vurur. Türk əskərlərinin ən ağır döyüşlərindən biri də Acdərə adlanan bu yerlərdə baş vermişdi. İlahi Pərverdigara, sən özün cəmi şəhidlərimizin ruhlarını şad elə. İlahi amin, ya Rabbəl aləmin. Bir vaxtlar bu yerlər hər gün Azərbaycanlıların göz yaşlarına, ah nalələrinə səhnə olardı. 20-ci əsrin əvvəllərində Çəmbərəkənd kimi tanınan bu ərazidə 1918-ci il mart hadisələri zamanı qətlə yetirilmiş 14 min soydaşımız dəfn olunmuşdu. Bolşeviklərlə terrorçu Daşnaq Sütun Təşkilatının əsəri olan bu qəbristanlıq Sovet hakimiyyəti qurulduqdan sonra buldozerləri yerlə yeksan olunaraq parka çevrilsə də canilərə xalqımıza qarşı törədilmiş bu ağır cinayətin izini itirmək müəssər olmadı. Mart hadisələri uzun illər Sovet tarixşünaslığında sinfi mübarizə, əks-inqilabi qiyam kimi təqdim olunur. Bu qırğınlar zamanı daşnaqlar müsavatçılarla eyni cəbhənin təmsilçiləri kimi göstərildilər. Ancaq Azərbaycanın müstəqilliyi əldə etməsindən sonra tariximizdəki qaranlıq səhifələrə də işıq düşdü. Arxivlər açıldı və 1918-ci il mart hadisələrində əsl mahiyyəti məlum oldu. Hər şey 1917-ci ilin fevralında Rusiyada baş vermiş burjua inqilabından sonra Azərbaycanda Milli Demokratik Hərəkatın güclənməsindən başlandı. Bu inqilabdan ruhlanan Müsavat Partiyası xalqı öz tərəfinə çəkmək istiqamətində ciddi fəaliyyətə başlamışdı. Artıq 1917-ci ilin payızında partiya Azərbaycanda Milli Demokratik Hərəkata başçılıq edən, cəmiyyətin müxtəlif təbəqələrini arxasınca aparmağa qadir siyasi təşkilata çevrilirdi.
Ölkədəki ziyalıların böyük əksəriyyəti bu partiyanın ətrafında toplaşmışdı. Həmin günlərdə Müsavat Partiyasının lideri Məmməd Əmin Rəsulzadə yazırdı. 1917 inqilabı məhkum siniflərə hürriyyət, millətlərə də muxtariyyət verəcək. Müsavat Partiyasının 1917-ci il oktyabrın 22-sində Bakı Sovetinə keçirilmiş seçkilər zamanı səslərin 40%-ni toplaması bolşeviklərin kürkünə birə salmışdı. Həmin ilin dekabrında bolşeviklərin lideri Vladimir Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin olunan Stepan Şaumyan yazırdı. Əgər müsəlman millətçi qüvvələri hakimiyyətə yiyələnərsə, Bakını tutarlarsa, onda bu şəhəri özlərinə paytaxt edəcəklər və o zaman Qafqaz Rusiya üçün itirilmiş olacaq. ...1917-ci ilin noyabrında Müsavat Partiyasının Azərbaycan xalqına müraciəti və bütün xalqın milli birlik ideyası ətrafında birləşməsini elan etməsi bolşevikləri daha ciddi narahat edir və onlar milli demokratik hərəkatın avangardını sıradan çıxarmaq üçün yollar axtarmağa başlayırlar. Bolşeviklər artıq anlayırdılar ki, Bakıda hakimiyyəti dinc yolla ələ ala bilməyəcəklər. Buna görə də müsavatçıların azadlıq mübarizəsini qanla boğmaq qərarına gəlirlər. Stepan Şaumyan Azərbaycanın müstəqilliyinə yol verməmək məqsədi ilə hər şeyə, hətta xalqı kütləvi şəkildə qırmağa belə razı idi. Onlara görə müsavatın gücünü ancaq qırğınlarla zəiflətmək mümkün idi. Azərbaycanın muxtar olmasını arzulayan müsavatçılar son nəticədə xarabazara sahib olacaqlar. Bu fikirlər uzun illər bizə xalqımızın azadlığı uğrunda mübariz kimi təqdim olunmuş, şəhərinə şeirlər yazılmış Bakı komissarı Stepan Şaumyana məxsusdur. Və Şaumyan Azərbaycanın müstəqilliyi faktı ilə heç cür razılaşa bilmirdi. Onun bolşeviklərin lideri Vladimir Leninin istədikləri təqdirdə Azərbaycanlılara muxtariyyət verilməsi təklifinin qulaq ardına vurması da bunu bir daha sübut edir. Leninin göstərişi ilə İosif Stalinin Şaumyana yazdığı məktubda qeyd olunurdu ki, müsəlmanlar muxtariyyət tələb etsələr, mərkəzdə və yerlərdə Sovet hakimiyyətini sözsüz olaraq qəbul etmək razılığını almaqla onlara muxtariyyət vermək lazımdır. Ancaq bu vaxt Şaumyan daşnaqlarla birgə Azərbaycan üçün muxtariyyət yox, qırğın planı cızırdı. 1917-18-ci illərdə ermənilərin Daşnaq-Sütun Partiyası ilə Bolşevik Partiyası arasında fikir ayrılıqları olsa da, onların Azərbaycanla bağlı planları üst-üstə düşürdü. 1918-ci ilin əvvəllərindən artıq daşnaqlar gizlicə silahlanır, onlar arasında geniş təbliğat işləri aparılırdı. Həşdərxandan, Petrovskdan və Krasnovodskdan gələn erməniləri bu bəhanə ilə Bakıda saxlayırdılar ki, güya müsəlmanlar onlara hücum etməyə hazırlaşırlar. İrandan və Krasnovodskdan paraxodlarla gətirilən, eləcə də Rusiyadan Bakıda yaradılmış Şura hökumətinin adına göndərilmiş hərbi sursat və silahlar daşnaqlara paylanır, ya da ki, erməni milliyyətindən olan sahibkarların zavodlarında gizlədilirdi. Milyonçu Montaşovun zavodu belə bir qərargah rol oynayırdı. Daşnaq-Sütun Partiyasının, Erməni Milli Şurasının marağında olan məsələ, qarşısında dayanan vəzifə eyni zamanda Şaumyana həvalə olunurdu Bolşevik hökuməti tərəfindən. Firdovsiyə Əhmədova, tarix elmləri namizədi, Azərbaycan Xalq Cümhuriyyətinin araşdırıcısıdır. Yəni üst-üstə düşürdü bunların planları da, məqsədidir. O bolşevik, SR deyilən, yəni siyasi mənsubiyyətinə görə fərqli olan qüvvələrin tərkib hissəsində Bakıda əksəriyyəti ermənilər idi. Yəni bolşeviklər deyilən bir qüvvənin də əksəriyyətini ermənilər təşkil edirdi. Milli mənsubiyyətlə siyasi mənsubiyyət ümumi düşmənə qarşı hədəfdə çuğlaşırdı. 18-ci ilin martında belə bir situasiya yaranmışdı. Yəni Azərbaycan milli hərəkatına qarşı Musavatdan və müsəlman milli, belə desək, bir sıra qüvvələr, siyasi qüvvələrindən kənarda əsas aparıcı siyasi qüvvələr, xüsusən də qeyri-müsəlman siyasi qüvvələri bir koalisiya təşkil eləmişdilər. Və bunun üçün də xüsusən bolşeviklər hərbi hazırlıq görmüşlər. Yəni yeganə yolu, hakimiyyətin əldə edilməsinin yolu zordan keçirdi, gücdən keçirdi. Bolşeviklər üçün də, daşnaqlar üçün də. Bu hazırlığı isə hələ 1918-ci ilin əvvəlindən başlanmışdı bolşeviklərdən. Şaumyan bunu açıq etiraf edir ki, bütün sahələrdə hazırlıq görülmüşdü və bütün cəbhə boyu hücuma başladıq. Azərbaycan qəzetinin 1919-cu il mart nömrəsində yazılırdı. Daşnaq-Sakan firqəsinin və erməni şovinistlərinin müsəlmanlar əleyhinə təbliğatı bütün Qafqazda hamıya məlumdur. Sosialist bayrağı altında şuraya daxil olan Şaumyan, Sakan və Arakelyan müsəlman fəhlələrinin Sovetin heyətinə daxil olmasına hər cür müqavimət göstərirdilər. Zavod və mədənlərdə təşkil olmuş ordu hissələrinə erməniləri, rusları və müsəlmanları yazsalar da müsəlmanlar ora qəbul edilmirdilər.
Qırmızı ordu bütünlüklə ermənilərdən ibarət idi. Bu ordunun başında cəllad Avakyan dururdu. Qışın sonlarına yaxın müthiş mart qırğınlarının başlaması ərəfəsində Bakı müsəlmanları erməni qoşunlarının şəhərdə toplaşmasından ciddi narahatçılıq keçirirdilər. Bu dövrdə artıq Bakıda 4000 nəfərdən çox daşnaq silahlı qüvvələri əmrə müntəzir dayanmışdı. Eləcə də qərb cəbhəsindən qayıdan komandirləri və şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət 7000 nəfərə qədər rus əskəri də Bakıda saxlanmışdı. Bakı Soveti silahlı qüvvələri komandirlərində xeyli hissəsi erməni milliyyətindən olan daşnaqlar idi. Təkcə Bakı kommunasının 70%-ni ermənilər təşkil edirdi. Onlar güya bolşeviklərin yaratdığı Qızıl Ordunu təmsil edirdilər. Bu orduda Şamiyanın əmrini gözləyən 18 min nəfər silahlı var idi. Lakin əmrin verilməsi üçün bu dövrdə Bolşevik partiyasının Qafqaz üzrə fövqəladə komissarının qarşısını bir məsələ kəsirdi. Əməliyyata Lənkəranda yaradılmış müsəlman diviziyasını tərksilah etmədən başlamaq olmazdı. Bunun üçün o əlverişli imkan gözləyirdi. Nəhayət, ermənilərin əlinə belə bir imkan düşür. 1918-ci il martın 30-da Azərbaycan xeyriyyətçisi Hacı Zeynalabdin Tağıyevin Lənkəranda faciəli şəkildə həlak olmuş oğul Məhəmmədin cənazəsini Bakıya gətirən Evelina gəmisi Şamiyanın göstərişi ilə həbs olunur və gəmidəki milli diviziyanın əskərlərinə tərksilah olunmaq tələb olunur. Tələbə rədd cavabı alındıqdan sonra isə bolşevik və daşnaqlar hadisələrin inkişafını istədikləri məcraya yönəldə bilirlər. Hadisələr Nikolayevski küçəsindən, yəni bugünkü İstiqlaliyyət küçəsindən başlayır və ilk olaraq müsəlman diviziyasının yerləşdiyi bu möhtəşəm bina, İsmailiyyə binası top atəşi ilə dağıdılır. Hadisələr əsasən Bakının mərkəzi küçələrində baş verilmiş. Deməli, Lətifə Məmmədova, tarix elmləri namizədi. 1918-ci il erməni qırğınlarının araşdırıcısıdır. Kərpiçxana, Məhəmmədli, Zibillidərə, Nikolayevski küçəsi, Olginski küçəsi, Varantsovski, 1-ci paralelini, 4-cü paralelini və içəri şəhərdə. Yəni, bugünkü belə deyək, xəritə ilə onu qeyd etsək, göstərməliyik ki, məsələn ki, Azneft meydanından Nizami metrosuna qədər içəri şəhər daxil olmaqla. Şaumyanı təhlil edərkən mən daha bir fakta rast gəldim. Şaumyan qeyd edir ki, bizə yalnız və yalnız bir bəhanə lazım idi. Və bu bəhanə oldu. Yəni, Nikolayevski küçədə, yəni indiki İstiqlaliyyət küçəsində hadisələrin başlayan günü səhər saat tezdən Qırmızı Ordunun suvari dəstəsinə bir atəş açıldı. Bu əlbəttə provokasiya idi. Yəni daşnaqların və bolşeviklərin birgə həyata keçirilmiş bir provokasiya idi və bu provokasiyadan sonra geniş miqyasda bu hadisələr başlandı. Bu andan etibarən Bakıda müsəlmanların dəhşətli qırğınına start verilir. Martın 31-də səhərə yaxın erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları Nəriman Nərimanovun da daxil olduğu İnqilabı Müdafiə Komitəsinin qərargahına gəlirlər və təlimatlandırıldıqdan sonra müsəlman məhəllələrinə göndərilirlər. Ən dəhşətli qırğınlar içəri şəhərdə Nikolayevski və Bazarlı küçələrində baş verir. Bakıda ermənilər qeyd elədi ki, 30 mindən artıq insanı vəhşicəsinə, qəddarcasına öldürmüşdülər. Vəli Həbiboğlu, fəlsəfə elmləri doktoru. 1918-ci il mart hadisələrinin araşdırıcısıdır. Mövzu ilə bağlı bir neçə kitabın müəllifidir. Ermənilərin qəddarlığı ilə bağlı mən belə bir faktı açmaq istəyirəm ki, bu haqda bəzi məqalələrimizdə, kitablarımızda da biz göstərmişik.
qadınların döşlərini kəsirdilər. Hamilə qadınların qarnını deməli xəncərlə doğrayıb körpə çağaları çıxardıb süngüyə taxırdılar və onları tonqalda bişirib analarına yedirtmək istəyirdilər. Və yaxud ərlərinin başlarını kəsib həmin qadınların qarınlarına qoyub tikirdilər. Yəni bütün bunlar hamısı tarixdə olub 1918-ci il hadisələrində arxivlərdə öz əksini tapıb. Bakı şəhərinin özündə deyim ki, ermənilər demək olar ki, Bakını bütünlüklə oda qalamışdılar. Ermənilər yolları üstündəki bütün binaları dağıdır, yandırır, qabaqlarına keçən müsəlmanları siyasi mənsubiyyətinə baxmadan vəhşicəsinə qətlə yetirir, məscidləri murdarlayır, müqəddəs kitabları təhqir edirdilər. Ermənilər hətta qaçıb canını qurtarmağa çalışanları qətlə yetirmək üçün şəhərin müxtəlif yerlərinə pulemyotlar da qoymuşdular. 1918-ci ildə Bazar adlanan bu küçə ermənilərin basqınından sonra Xarabazara çevrilmişdi. Ermənilər bu küçədə müsəlmanların evlərinə daxil olur. Buradakı sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içərisinə atır, körpələri isə süngünün ucuna keçirirdilər. Onlar qadınlara qarşı daha vəhşicəsinə davranırdılar. Şəhərin yalnız bir yerində burunları, qulaqları kəsilmiş, qarnı cırılmış 57 qadının cəsədi tapılmışdı. Nəriman Nərimanov həmin günləri belə xatırlayır. O bir gün saat 12-yə qədər vətəndaş müharibəsi düzgün aparılırdı. Lakin saat 12-dən sonra mənə verilən məlumatlara görə müharibə milli qırğın xarakteri almışdı. Bundan sonra Bakı şəhəri üzrə vəhşiləşmiş daşnaqların dəhşətli azğınlığı baş verdi. Nəticədə daşnaqlar, yəni dırnaqarası Sovet hakimiyyətinin müdafiəçiləri 50 uşaqlı müsəlman qadınlarını da əsir edirdilər. Onlar nəinki kişilərə, heç hamilə qadınları da rəhm etmirdilər. Bolşevizm bayrağı altında müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verilirdi. Ancaq bu vəhşilikdən xəbərdar ola-ola Nərimanov qırğınların qarşısını almaq üçün ciddi bir iş görə bilmir. O yalnız hadisələrlə bağlı Şamiyana öz narazılığını bildirməklə kifayətlənib. Onun sadəlövhcəsinə bolşevik daşnaq birləşmələrinin güya inqilabın əleyhidarlarını zərərsizləşdirmələrinə inanması və əvvəl buna göz yumması minlərlə günahsız insanın vəhşicəsinə qətli ilə nəticələnir. Nərimanov sonradan qarşıdurmanın əsl mahiyyətini dərk etsə də artıq gec idi. Bakıda Azərbaycanlılara qarşı başlamış toy qırımı isə 3 gün davam edir və yalnız Bakı şəhərində 20 minə yaxın insan qətlə yetirilir. Kəndlərlə birlikdə isə ölənlərin sayı 30 mindən artıq idi. Qətllər başa çatdıqdan sonra ermənilər bugünkü Nizami adına ədəbiyyat muzeyinin yerində öldürülmüş minlərlə Azərbaycanlının meyidi üzərində qadınları qara zurna altında oynamağa məcbur edirdilər. Məmməd Əmin Rəsulzadə 1919-cu ildə unudulmaz faciə məqaləsində yazırdı. Həmin günlərdə daşnaqlar canlı insanları divara mıxlayırdılar. Müsəlman əhalisinə qələmə almaq belə çətin olan işgəncələr verirdilər. 1918-ci ilin mayında Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasından sonra mart hadisələrini araşdırmaq məqsədi ilə fövqəladə istintaq komissiyası yaradılır. Komissiyanın dövrümüzə qədər gəlib çıxmış sənədləri hazırda bu arxivlərdə saxlanılır. Mart qırğınları zamanı zərər çəkənlərin verdikləri ifadələr ermənilərin Bakıda törətdikləri vəhşiliklər haqqında daha aydın təsəvvür yaradır. Məşədi Əli Cəlalzadənin ifadəsində deyilir. Bu il martın ortası, bazar ertəsi günü səhər silahlı erməni əskərləri Bandarni küçəsi 48 ünvanlı evin həyətinə daxil oldular. Onlar bizi soydular və tüfəngin qundağı ilə döydülər və əsir götürdülər. Yolda müsəlmanlardan biri gedə bilmirdi. Onu süngüdən keçirdilər. Birja meydanının yanında qadınlar və uşaqları bizdən ayırdılar. 12-ci Lazaret küçəsinin yanında isə hiss etdim ki, ermənilər bizi öldürmək istəyirlər. Küçədə hər tərəf müsəlman meyitləri ilə dolu idi. Birdən ermənilər atəş açdılar. Biz yıxılan kimi onlar üstümüzə cumub bizi süngü ilə deşməyə başladılar. Qeyd etməliyik ki, qırğınların qarşısının alınmasında Azərbaycanın milli qüvvələrinin müqavimət imkanları ermənilərlə müqayisəyə gəlməz dərəcədə zəif idi. Ancaq imkan daxilində onlara müqavimət göstərilib. Mülki əhalinin qorunmasında son illərə qədər Sovet təbliğatı nəticəsində Azərbaycan xalqının yaddaşında mənfi tiplər kimi qalmış qoçular xüsusi rol oynayıblar. Onlar hətta bəzi hallarda şəxsi iddialarından da imtina ediblər. Hər dəfə üz-üzə gələndə tapancaya əl atan qoçular qanlı mart günlərində aralarında olan düşmənçiliyi bir kənara qoyaraq ümumi düşmənə qarşı birləşiblər. Ermənilərin silahlı dəstələrinin qabağını alan daha çox Maştağa əhalisi oldu. Qoça Əziz adlı bir nəfər öz başın adamları ilə bütün kəndi ayağa qaldırdı. Hətta onun müraciət elədiyi elə adamlar vardı ki,
O adamlar o vaxtilə küsur olmuşdu. Və həmin hadisələrdə özü onların ayağına gedib, demişdi ki, biz küsürlüyümüzü qoyuruq bir tərəfə, bugün xalqı, vətəni, torpağı qorumaq günüdür. Ona görə də biz mütəşəkkil qaydada ermənilərə qarşı vuruşmalıyıq. Əslən, Bakının Keşlə qəsəbəsindən olan Məşədi Hilal Kazımovun adını çəkə bilərik. Məşədi Hilal Kazımov öz yaxın silahdaşları ilə birlikdə içəri şəhərdə Qoşa Qala qapısından tutmuş, ta gördüyünüz bu silah yerləşdirilən və güllə atılası yerlərdən başlayaraq ermənilərə qarşı 3 gün mübarizə aparmış və onların içəri şəhərə daxil olmasına imkan verməmişdir. Bu yaxınlarda mövcud olan Hüsnü Hacıyev küçəsində Qoçu Teymur Aşurbəyov və Qoçu Nəcəfqulu, bunlar deməli biri indiki Sabir bağının bu başından, o birisi isə o biri başında, yəni Kömürçü meydanı tərəfdə ətrafda olan bütün Azərbaycanlıları həmin küçəyə doldurublar. O vaxt həmin küçənin adı Bazarlı küçəsi idi. Bu Bazarlı küçəyə doldurublar və insanları silahla təmin ediblər ki, ermənilərə qarşı vuruşsunlar. Təsəvvür edin ki, ermənilər Bakının müxtəlif küçələrini alıblar, xalqa qarşı çox böyük qırğınlar törədiblər. Yalnız bu küçəyə girə bilməyiblər. Ermənilər gələndən sonra bunlar birləşiblər. Roza xanım Rızayeva, Qoçu Nəcəfqulunun qızı. Birləşiblər, köməkləşiblər erməniləri qırmaq üçün. Bolşeviklər gələndə bilirəm ki, atamı tutublar. Əli Bayramov qoydular onun boynundakı. Əli Bayramov güya atam öldürüb. Ondan sonra da ki, qəzetdə çıxdı ki, Əli Bayramov başqa adam öldürüb. Atam içəri şəhərə gedəndə ki, görüb ki, cəmaat qaçır, çoxsu da çıxıb qaçırlarmış. Dilarə Kazımova, Qoçu Məşədi Hilal Kazımovun qızı. Bizimkilər. Ki, onda atam deyib, hara qaçırsınız? Deyiblər ki, görmürsən Belənçin. Deyibəm, Belənçin qaçdınız, getdiniz, sizin evlərdə sizi qırmayacaqlar. Arvad uşağınızı, zadınızı qırmayacaqlar. Dəvə hamımız gedəyin müdafiə eləməyə. Ay başına dönüm. Mənim balalarım var. Tüfəngim zadımda yoxdur. Qeyrətin olsa tüfəng tapmaq olar. Papaq əvəzinə başva ləkək bağla. Qeyriyyət. Bakıda həyata keçirdikləri qırğınları böyük qələbə hesab edən Bakı Kommunasının rəhbəri Şamyan deyirdi. Qələbəmiz o qədər böyükdür ki, onun gerçəkliyə təsiri çox cüzidir. Şəhərimizin milli tərkibi bizi qorxudurdu. Qorxurduq ki, mübarizə xoşagəlməz xarakter alsın. Biz hətta erməni Daşnak alayının köməyindən istifadə etməli olduq. Onların köməyindən imtina etməyi özümüzə rəva görə bilməzdik. Hadisələrin sonu da deməli çox təntənəli halda Bakı Sovetinin iclasında yekunlaşdırırdı və bu da bir daha onu sübut eləyir ki, bu planlı sürətdə həyata keçirilən bir siyasi aksiya idi. Mən belə bir sənədə istinad etmək istərdim. 1918-ci ilin aprel ayının 11-də Bakinski Rabochi qəzeti nə yazır? Bakinski Rabochi'də qeyd olunur ki, Bakı Soveti həmin bu ana düşünülmüş şəkildə hazırlaşırdı. Yəni hazırlaşırdı nə deməkdir? Açıqlanır. Qırmızı Qvardiyanı təşkil etmişdi, Qırmızı Ordunu təşkil etmişdi və son nəticədə qeyd olunur ki, Bakı Soveti gözəl qələbə qazandı. Şamyanın bilavasitə başçılığı ilə həyata keçirilən mart qırğınları çox qısa müddətdə demək olar ki, Azərbaycanın hər yerini bürüdü. 1918-ci il mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Muğanda ermənilər 50 mindən artıq Azərbaycanlının qətlə yetirmiş, evləri talan etmiş və minlərlə insanı ev eşiyindən didərgin salmışdılar. Erməni silahlı dəstələri kəndlərə basqın edir, əhalini kütləvi şəkildə qırır, işgəncələr verərək öldürür, evləri yandırır, Azərbaycanlıların doğma yurtlarını tərk etmələri üçün hər cür vəhşiliyə əl atırdılar. Bakıdan başqa ən dəhşətli qırğınlar Şamaxı, Quba, Naxçıvan və Zəngəzurda baş vermişdi. Onu da qeyd edək ki, Şamaxı soyqırımı hələ Bakıdakı hadisələrdən bir neçə gün əvvəl baş vermişdi. Şamyan Şamaxı qırğınlarına rəhbərliyi yaxın dostu Stepan Lalayevə həvalə etmişdi. Mart ayının 18-də ermənilər qəfildən hücuma keçdilər. Sən demə, bu vaxta kimi erməni cəlladları
Seyfəddin Qəniyev, filologiya elmləri doktoru, Şamaxı qırğınlarının araşdırıcısıdır. 1918-ci il Şamaxı soyqırımı kitabının müəllifidir. Şamaxı rayonunda ermənilərin ən böyük kənd saydıqları Mədrəsə kəndində, Saqyan kəndində böyük sursat, deməli, cəbbəxana yaratmışlar. Səhər saat 6-da, indi biz oranı əlbəttə görmürük, mədrəsə yoluna çatan yer hündürdür, Şamaxını çox aydın vurmaq olur topla. Deməli, oradan atılan topların səslərindən Şamaxılılar yuxudan ayıldılar və pərakəndəlik düşdü ki, məlum oldu ki, deməli, ermənilər sözün üstündə durmayıb, Alatorandan, deməli, Şamaxıya hücuma keçdilər. Və həmin gündə Şamaxı 3 tərəfdən bombardman edildi, top atəşi ilə, pulamyot atəşi ilə və çaxnaşma düşdü. Artıq Azərbaycanlılardan bir kəs müqavimət göstərmədi, gün ortadan keçmiş artıq bütün erməni daşnaq cəlladları şəhərdə idi və qırğınlar törətdilər. Nədir bu qırğınlar? Çatdıqları evdə olan əhalinin uşağından, yaşlısından, cavanından, qadından asılı olmayaraq birini də sağ buraxmamaq. Şahid qalmasın. Artıq bizim dayandığımız bu yer Lənətullah Lalayevin məkanı idi. Hansı ki, burada onun cəbbəxanası var idi, topxanası var idi. Və əlaşsız qalan cəmaat, bax, o gördüyümüz Cümə məscidi və bir də bizim sol tərəfimizdə İmamlı məscidi var. Ora pənah gətirdilər. Müsəlmanların çox yığışdığını görən Lalayevin adamları və eləcə də özü bu durduğumuz hündürün üstündən birbaşa deməli insanların toplaşdığı o Cümə məscidin top atəşinə tutmağa başladılar. Şamaxı qəzasında ermənilərin hücumları nəticəsində 72 kənd xarabazara çevrilib. Həmin hadisələr ərəfəsində 15 min əhalisinin 80%-dən çoxu Azərbaycanlılar olan şəhərdə 1921-ci ildə cəmsi 1700 nəfər yaşayırdı. Qırğınlardan canını qurtarmağa çalışan yüzlərlə qoca, qadın, uşaq bu məscidə sığınıbmış. Deyilənlərə görə məscidin axundu 5 nəfər könüllü ilə birgə onları müdafiə edilmiş. Az keçmir ki, onların gülləsi qurtarır. Bundan istifadə edən daşnaqlar isə məsciddəkilərin gözləri qarşısında onları güllələyir və məscidin qapısını bağlayaraq ona od vurur. Odun alovun içərisindən çıxaraq canını qurtarmaq istəyənlər isə vəhşicəsinə güllələnir. Şəhər erməni daşnaq birləşmələrindən azad edildikdən sonra öz evlərinə qayıdan qaçqınlar məsciddə yandırılmış insanların sümük və küllərini bir yerə yığıb dəfn edirlər. 1918-ci ildə Müsavat hökuməti qətlə yetirilmiş insanların qalıqlarının dəfn olunduğu yerdə xatirə lövhəsi qoyur. Cinayətin nə qədər ağır olmasına baxmayaraq, onun təşkilatçısı Lalayev məsuliyyətdən yaxa qurtara bilib. Öncə Şamiyan onun həbs olmasına imkan vermir, sonra isə Sovet hökuməti. Demokratik Cümhuriyyətin formalaşmasından sonra yaradılmış Fövqəladə İstintaq Komissiyası Lalayevə qarşı cinayət işi açmışdı və onun cinayətləri ilə bağlı kifayət qədər faktlar toplanmışdı. Ancaq Sovet hökuməti qurulduqdan sonra Milli Barışıq adı altında ona qarşı açılmış cinayət işinə xitam verilir. Şamaxıdan əlavə Qubada erməni quldur dəstələrinə başlıq edən Amazaspın və qulağı kəsik başa Andranik Ozanyanın Naxçıvan və Zəngəzurda törətdikləri bəşər tarixində ən qəddar cinayətlər kimi qiymətləndirilə bilər. Quba şəhərində olan qırğınları heç nə ilə müqayisə eləmək mümkün deyil. Stepan Şamiyanın yaxın köməkçisi olan Amazasp burada əhalini toplayaraq onlar qarşısına çıxış edir və bildirir ki, mən bura Sovet hökumətini qurmağa gəlməmişəm. Mən gəlmişəm burada öldürülən bir neçə nəfər erməninin qissasını alım. Və buradan sizi bütünlüklə biz doğrayıb Xəzər dənizinə tökəcəyik. Həqiqətən də o dövrdə Qubada çox dəhşətli qırğınlar olur. Bölgədə istər yerli şərait, yəni coğrafi şərait, o ərazinin belə desək, dinc situasiya şəraitindən istifadə edərək daşnaq hərbi qüvvələri kütləvi şəkildə müsəlman qadınını, uşağını hamısını deməli qətlama düçar etdilər və təsəvvür eləyirsiniz ki, erməni vəhşiliyinin bir şahidlərin ifadəsi ki, sonra Fövqəladə İstintaq Komissiyasının sənədlərində öz əksini tapmışdı. Orada belə bir nümunələr göstərilir ki, uşaqların gözündən boyunbağı düzəltmişdilər. Yəni o dərəcədə amansızlıqla bəşər övladını günün, yəni 21-ci əsrdə bu qədər artıq qanlı qadalar tarix keçmiş bir bəşər övladını heyrətə gətirəcək üsullardan istifadə etməklə ermənilər dinc əhaliyə qarşı kütləvi aksiyalar həyata keçirmişlər və bu kütləvi qırğınlar bir mənalı şəkildə milli mənsubiyyətinə görə, yəni müsəlmanlara qarşı o dövrün terminologiyasından desək, Azərbaycanlılara qarşı yönəldiyinə görə bu əsl soyqırım idi.
Qubada erməni vəhşilikləri 120 kəndin yer üzündən silinməsi ilə nəticələnib. Ermənilərin qulağı kəsik qəhrəmanları Andranik Ozanyanın Zəngəzur və Naxçıvanda törətdiyi qırğınlar dəhşətliliyinə görə Şamaxı və Qubanı da geridə qoyub. Andranikin quldur dəstələri Azərbaycan türklərinin uşaqlarını tonqallarda yandırmış, hamilə qadınların qarnını yararaq uşaqlarını çıxarmış, uşaqların başına uzun mismarlar vurmuş, qadınların sifətlərinə xaç çəkmişdilər. Erməni tarixçisi Lalayanın yazdığına görə 1918-20-ci illərdə Ermənistanda 60 min Azərbaycanlı qətlə yetirilib. Görün Daşnak sütunun məşhur baş kəsənlərindən biri Baram, Ermənistandakı vəhşilikləri haqqında nə deyir? Mən heç nəyə baxmadan Basar keçərdəki türk əhalisini qırdım. Amma bəzən güllələrə heyfin gəlir. Bu itlərə qarşı ən ağıllı addım döyüşdən sonra bütün meydləri yığışdıraraq su quyusuna atmaq və yuxarıdan ağır daşla doldurmaqdır ki, bir də bu dünyanı görməsinlər. Mən elə beləcə də etdim. Bütün kişiləri, qadınları, uşaqları yığdım, onları öldürdüm və quyuya ataraq daşla doldurdum. Budur onlar, Azərbaycanda minlərlə günahsız insanın qatilləri. Stepan Şaumyan, Anastas Mikayan, Andranik Ozanyan, Amazas, Qanchendro kimi tanınan Drastamat Kanayan və başqa kəsənlər. Ermənistan hökumətinin rəsmi etirafına görə 1918-ci il ərzində erməni birləşmələri 400 min Azərbaycanlını, 120 min gürcünü, 22 min dəzgini, 15 min kürdü qətlə yetiriblər. Gənc Azərbaycan hökuməti bu qırğınların qarşısını almaqda aciz idi. Bunun üçün əvvəlcə Gürcüstana bundan bir şey çıxmazsa Osmanlı hökumətinə müraciət nəzərdə tutulurdu. Zaqafqaziya Seymində o dövrdə mövcud olan Qafqazdakı hakimiyyətdə Azərbaycan nümayəndələri müsəlman fraksiyası da fəaliyyət göstərirdi və onlar orada bu məsələni dönə-dönə qaldırırdılar ki, Bakı məsələsi həll olunmayınca bu məsələ respublikanın taleyi üçün bu ölüm-dirim məsələsidir. Olum və yaxud ölüm. Fətəli xan Xoyski bu məsələni qaldırır Zaqafqaziya Seymində ki, Bakı məsələsini həll eləmək lazımdır. Qafqaz müsəlmanlarını fiziki qırğından xilas etməyin yeganə yolunu Osmanlı imperiyasından yardım almaqda görən Yelizavetpol quberniyasının hər yerində demək olar ki, nümayişlər, piketlər, mitinqlər keçirilir və qətnamələr qəbul olunurdu ki, Seymlə tələb olunurdu ki, rəsmi şəkildə Osmanlı imperiyasına müraciət olunsun. Əgər belə bir yardım alınmasaydı, Azərbaycan xalqı bütünlüklə məhv olmaq təhlükəsi qarşısında idi. Mehman Süleymanov, tarix elmləri doktoru, Mart hadisələrinin hərbi aspektlərinin araşdırıcısıdır. Və ona görə hələ 1918-ci ilin yanvar-fevral aylarında, yanvar ayında Azərbaycandan xüsusi bir nümayəndə heyəti Türkiyəyə göndərildi. Bu nümayəndə heyətinə Nağıbəy Şeyx Zamanlı rəhbərlik edirdi və onun tərkibində Azərbaycan tanınmış jurnalisti Ömər Faiq Nemanzadə və Bakıda, o zamanlar Bakıda fəaliyyət göstərən türk hərbi əsiri, əsirlikdən qaçırılmış türk zabiti Müzəffər Tuğsavul onlarla birlikdə Türkiyəyə yola düşdülər. Bu nümayəndə heyəti Türkiyədə 1918-ci ilin mart ayında Türkiyənin həm sultanı ilə, həm baş naziri Tələt Paşa ilə, həm hərbiyə naziri Ənvər Paşa ilə görüşdülər və Azərbaycanda mövcud olan vəziyyəti onların nəzərinə çatdırdılar və onlardan xahiş etdilər ki, əgər Türkiyənin hərbi yardım olmasa, Azərbaycan bir xalq kimi mövcud olması təhlükə altındadır. Və qeyd etmək lazımdır ki, Türkiyənin o vaxtki rəhbərliyi özü də Azərbaycanda cərəyan edən proseslərdən narahatçılıq keçirdi və bu xahişə qardaşcasına cavab verdilər. Və dərhal qərara alındı ki, Azərbaycanda Qafqaz İslam Ordusu adında bir hərbi struktur yaradılsın. Nəzərdə tutulur ki, Hərbiyə naziri Ənvər Paşanın qardaşı Nuru Paşa Azərbaycana gələrək burada Azərbaycanın milli ordusunun formalaşmasına yardım etsin və ordunun təşkilatlanmasını sürətləndirsin. Mart hadisələri Türkiyə rəhbərliyinin qərarını biraz da sürətləndirir. Bu hadisələrdən dərhal sonra Nuru Paşa 20 nəfərlik bir nümayəndə heyəti ilə Azərbaycana gəlir. Osmanlı gəlin, qaçın! ...1918-ci may ayının 24-də onların Yevlaqda qarşılama mərasimi oldu. May ayının 25-də isə Nuru Paşa və ətrafındakı həmkarlarının Gəncə şəhərində çox təntənəli qarşılama mərasimi oldu.
və o zaman Azərbaycan Milli Azadlıq Hərəkatının mərkəzi ilə Gəncə idi və Azərbaycan xalqı ictimaiyyətin nümayəndələri çox böyük təntənəli ilə və Azərbaycan xalqının xilaskarları kimi onlara qarşıladılar. Nuru Paşa Azərbaycandakı real tarixi şəraitlə tanış olduqdan sonra, hərbi qüvvələrin vəziyyəti ilə tanış olduqdan sonra belə bir qənaətə gəldi ki, artıq Gəncəyə doğru hücuma başlamış erməni daşnaq qüvvələrin qarşısını almaq üçün Azərbaycanın mövcud hərbi qüvvələri kifayət deyil. Və ona görə də Nuru Paşa Türkiyənin rəhbərliyinə müraciət elədi ki, Azərbaycana türk hərbi qüvvələr göndərilsin. Və bu xahişdə Türkiyə rəhbərliyi tərəfindən qəbul edildi və 1918-ci il iyun ayının 4-də Batumda Azərbaycan və Türkiyə ilə arasında bağlanan müqavilədən sonra belə bir hərbi yardım göstərilməsinin hüquqi baza yaradıldı və dərhal da Türkiyə ordusunun 5-ci Qafqaz diviziyası Azərbaycana yola salındı. Azərbaycanla Türkiyə arasında dostluq müqaviləsi kimi tanınan Batum müqaviləsinin 4-cü bəndi zərurət yaranacağı təqdirdə Osmanlı hökumətinə sülh və əminamanlığı möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Cümhuriyyətinə hərbi yardım etmə hüququnu verirdi. Osmanlı hökuməti bu hüququndan birinci və sonuncu dəfə 1918-ci ildə istifadə edir. Birinci Dünya müharibəsinin hələ də başa çatmamasına və bu müharibədə böyük itkilərlə üzləşməsinə baxmayaraq, Osmanlı dövləti Azərbaycandakı qardaşlarını darda qoymur və müqaviləyə uyğun olaraq Osmanlı ordusunun hərbi kontingentindən 6000 nəfərlik bir diviziya Azərbaycana göndərilir. Türk paşası ölkənin hər yerində göydən gələn mələk kimi qarşılanırdı. Həmin vaxt dahi bəstəkarımız Üzeyir Hacıbəyev yazırdı. Əgər Osmanlı türk qəhrəmanları vaxtında gəlməsəydilər, Azərbaycan türkləri müdafiə olunmağa hazır deyildilər. Ona görə də düşmənlər Bakıda, Şamaxıda, bəlkə də ümumiyyətlə Azərbaycanda daşı daş üstə qoymayacaqdılar. Sentyabr ayının 1-ci 10 günlüyündə isə Süleyman İzzət bəyin rəhbərliyi altında 15-ci Türk diviziyası da Azərbaycana gəlir və Bakı üzərinə hücum başlanır. Bu hücumda Türk qüvvələrinin sayı artıq 8000-ə çatmışdı. Türk əskərlərinin ən ağır döyüşlərindən biri də Acıdərə adlanan bu yerlərdə baş vermişdi. Döyüşdə düşmənin böyük bir dəstəsi məhv edilsə də, yerli könüllülər və Türk ordusu da xeyli itki ilə üzləşir. Həlak olanların içərisində bir Türk zabit də var idi, İzzət Əfəndi. Şəhid olduğu yerdə dəfn olunmalıdır prinsipinə əsasən İzzət Əfəndi də əbədiyyətə qovuşduğu Şamaxıda torpağa tapşırılır. Ancaq bu məzar adi məzar olmur. Artıq bir əsrə yaxındır ki, Şamaxı əhli bu qəbri ziyarətgaha çevirməklə xilaskar Türk ordusuna öz ehtiramını bildirir. 1918-ci il sentyabrın 15-də Bakıya daxil olan Türk-Azərbaycan qoşunları elə həmin gün şəhəri tamamilə azad edirlər. Ümumilikdə isə Azərbaycanın milli qüvvələri ilə bir yerdə erməni daşnaq birləşmələrinə qarşı mübarizə aparan hərbi qüvvələrin sayı 15 minə yaxın idi. Türk ordusu Azərbaycanın erməni daşnaq birləşmələrindən azad edilməsi zamanı hələ tam dəqiqləşməmiş məlumatlara görə 1130 əskərini itirib. Ancaq böyük itkilər hesabına da olsa Bakı erməni işğalından azad olunur. 1918-ci ildə Daşnaq Tutun beynəlxalq terrorçu tərəfindən törədilmiş bu qanlı faciə əslində onların ideoloqun tərəfindən, malikçilər tərəfindən yaradılmış və hazırlanmış bir biznes planıdır. Rövşən Mustafayev, siyasi elmlər doktoru. İndiyəcən nədənsə heç kəs bir fakta müraciət etmir. Martın əvvəllərində 1918-ci ilin martın əvvəllərində Londonda Ermeniyan bankı yaranmışdı. O bankı yaratmaq üçün 50 milyon qızıl pul, onlar borc götürüblər. Deməli, martın 18-dən başlayaraq aprelin 3-nə, 4-nə kimi Azərbaycanda o hadisələr baş verib. Və bir çox informasiyalara görə, Henry Barbie'nin də informasiyasına görə təkcə Şaumiyanın çimadanda 80 milyon qızıl rubl
tapılmışdı. Yəni cəmaatı gətirirdi, evdə olan əşyalar və s. pullar götürülürdü və o dediyim o biznes planını həyata keçirmək üçün. 18-ci il hadisələrinə uzun illər siyasi qiymət verilməyib. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ildə bu hadisələrə siyasi qiymət verilmişdi və bu hadisə siyasi aksiya kimi qələmə alınmışdı və ən nəhayət ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il fərmanında bu hadisələrə siyasi qiymət verilmişdi. 20-ci əsrdə ermənilər mərhələ-mərhələ öz bədnam niyyətlərini həyata keçiriblər və Azərbaycan torpaqlarını hissə-hissə Azərbaycandan zor gücü ilə, qan gücü ilə, silah gücü ilə alıblar. Bu hadisələrin birinci mərhələsi əsrin əvvəlində başlamışdı. 1905-1906-cı illər qırğınları. İkinci mərhələ 1918-20-ci illərə təsadüf edir. Üçüncü mərhələ 1948-52-ci illər və ən nəhayət dördüncü mərhələ 1988-ci ildən başlamışdı. Bəs bütün bu erməni qırğınlarının əsl səbəbi nə idi? Onlar nəyə görə məhz müsəlmanları, türkləri hədəf seçmişdilər? Bu hadisələri araşdıran tarixçilər belə qənaətə gəliblər ki, istər 1905-7, istər 1918-20, istər 1948-52-ci illər, istərsə də 1988-ci ildən başlayaraq bu günümüzə qədər davam edən deportasiya və qırğınlar ermənilərin uydurma böyük Ermənistan xülyasını reallaşdırmaq uğrunda apardıqları mübarizənin tərkib hissəsidir. Hələ 1914-cü ildə erməni terrorçu təşkilatlarından olan Qınçakın Parisdə yaydığı bəyannamədə deyilirdi. Qınçakyan komitəsi millətlərin varlığının gündəmdə olduğu bu böyük mübarizədə öz maddi və mənəvi güclərini toplayaraq ümumi hərbə qoşulacaq, xüsusilə də Rus ordusunun müttəfiqi qismində imkan daxilində bütün vasitələr, o cümlədən də hərbi və siyasi qüvvələri ilə Ermənistan, Kilikiya, Qafqaz və Azərbaycanda müttəfiqlərin qələbə qazanmalarına yardım edərək öz vəzifələrini və vətənpərvərlik borclarını rəhbər tutaraq fəaliyyət göstərəcəklər. Qınçak ideyalarına sadiq olan ermənilər 1-ci Dünya müharibəsi dövründə Türkiyədə bu ölkənin ordusunu zəiflətmək məqsədi ilə ərazisində yaşadıkları dövlətə qarşı çox böyük xəyanətlər edirlər, minlərlə günahsız insanı qətlə yetirirlər. Onlar bu müharibədə Türkiyənin məğlub olmasını təmin etmək məqsədi ilə döyüş səngərlərində ruslara qarşı güllə atmır, fərarilik edir, arxa cəbhədə Türk kəndlərinə basqın edərək dinc əhalini qətlə yetirir, Türk ordusunun arxasında müxtəlif fitnə fəsadlar, ixtişaşlar törədirdilər. Ermənilərin bu dəstəyini mükafatlandırmaq niyyətində olan Çar hökuməti, sonra isə Lenin başda olmaqla bolşeviklər Türkiyə və Azərbaycan torpaqlarının xeyli hissəsi hesabına erməni dövləti yaratmaq vədini vermişdilər. Ermənilər rusların Türkiyə torpaqlarını tutması ilə bu ərazilərdə erməni dövlətinin yaradılacağına ümid bağlayırdılar. Təşkilatlama ermənilərə, yəni müasir deyək ki, ermənilərə nə imkan verir? O onlara imkan verir ki, zaman-zaman siyasi konjunkturaya uygun ya bolşevik olasan, ya demokrat olasan, ya menşevik olasan, ya Hitlerin yanında deyək ki, nasional sosyalist olasan. Yəni bunlar üçün bu fərq etməz. Çünki bu təşkilatdır. Bu manevr üçün çox geniş burada imkanlar var. Bu təşkilat üçün şuarlar çox belə lazımsız bir atributdur. Əsas məqsəddir. Hansı yolla məqsədə çatmaq? Bu taktiki məsələdir. Biz bugün artıq açıq bəyan etməliyik və hər kəs bunu bilməlidir. Və eyni zamanda öz hardasa beynini də bu mənada azad etməlidir ki, bizim qabağımıza çıxan erməni xalqı yox, çünki bu yoxdur. Erməni milləti yox, çünki bu yoxdur. Erməni adlanan təşkilatı var. Yəni Qarabağ məsələsini, yəni ən yaxın vaxtlarda həll etməsək, sabahları Qarabağın tarixi, Qarabağın abidələri, Qarabağın mədəniyyəti xalqlara
qulluq eləyəcək. Hələ 17-ci əsrin axırlarından Rusiyaya öz xilaskarları kimi baxan ermənilər məhz bu dövlətə yaltaqlanmaq, quyruq bulamaq, vədlər vermək yolu ilə rusları Qafqaza çağırmış, müxtəlif dövrlərdə bu dövlətin Qafqazda ali məqsədlərinin müdafiəçisi kimi çıxış ediblər. Daşnaksutyun partiyasının liderlərini, onun irəli sürdüyü ideyaların havadarlarını yalnız Böyük Ermənistan deyilən ərazidən türklərin müxtəlif yollarla, qırğınlar və qovulmalar yolu ilə çıxarılması maraqlandırırdı. 1918-ci il Erməni-Azərbaycan qırğınlarına aid külli miqdarda faktlar və məlumatlarla tanışlıq göstərir ki, Daşnaksutyun partiyası Zaqafqaziyada bütün müsəlman kəndlərinin əhalisini qırmaq üçün xüsusi proqram hazırlayıbmış. Quba qırğınlarının ssenari müəllifi Amazasp da Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər bütün müsəlmanları qırmaq barədə ona göstəriş verildiyini rəsmən etiraf edib. Qırğınlar bugün də davam edir. Amazasplar, Andraniklər və Lalayevlərin missiyasını bugün Kaçaryanlar, Sarkisyanlar, Kukasyanlar yerinə yetirir. Quqark, Xocalı faciələri elə də uzaq keçmişin yox, məhz sivil dünyada yaşayan ermənilərin əməllərinin nəticəsidir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azaben nar ve azabel qabr bi rahmetike ya erhamer rahimin. Allahümme agfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ehyai minhum vel amvat بحق سورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد و آل محمد. İlahi Pərverdigara, sən özün cəmi şəhidlərimizin ruhlarını şad elə. İlahi amin, ya Rabbel alemin. Bu məzarlıq da onların əsəridir. Artıq dırnaqarası Böyük Ermənistan quranlar Azərbaycanın 20% torpağını işğal ediblər. Eləcə də bugün müasir Türkiyəyə qarşı hətta qanunvericilik səviyyəsində ərazi iddiaları irəli sürürlər. Təəssüf ki, nə 1905-7, nə 1918-20, nə də 1948-52-ci illər bizə dərs olmadı. Nəticəsi isə dağıdılmış kənd və şəhərlər, nöqtə qoyulmuş insan ömürləri və 1 milyon qaçqındır. Görünür, nə qədər ki biz tariximizdən kafi qiymət alacaq, erməni gülləsi arxamıza tuşlanmış olacaq.